Tutrahi bəqa mülk-ü fəna gəldi gedərdir. Tutmaq bu fənani nə rəva gəldi gedərdir. Bax çeşmi bəsirətlə könül əhli qubura, ta ki görəsən şah-ı gəda gəldi gedərdir. Qəm çəkmə bəlasında, səfasında sevinmə, dünyada səfa, dərd-ü bəla gəldi gedərdir. Təqvanı libas eylə bəqa mülkünə vaiz, ləbbadə və əmmamə qəba gəldi gedərdir. Məzlum eləyən ah-ı nəvadən həzər eylə, fikr eyləmə ol ah-ı nəva gəldi gedərdir. Aşiq sənəgər sə'i vüsalə özün eylə, bel bağlama ki bad-ı səba gəldi gedərdir. Vəsl eylə fənai özvi vəçi bəqaya, vəsl eylə fənai özvi vəçi bəqaya, aləmdə nə var qeyri xuda gəldi gedərdir. Aləmdə nə var qeyri xuda gəldi gedərdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adı ilə salam, əziz dəyərli tamaşaçılarımız. Mübarək Ramazan ayının bərəkətli günlərində, bərəkətli an və dəqiqələrində sizi xoş gördük. Qum Danələri verilişimiz yenə efirdədir. Həmişəki kimi qonağımız ilahiyyatçı alim Hacı Fariz Xanmədidir. Hacı, xoş gördük biz sizi. Salam Hacı, Allah razı olsun. Allah ibadət və itaətlərinizi qəbul eləsin inşallah. Amin. Həm sizin, həm bizə qulaq asan, bizi dinləyən əziz dəyərli tamaşaçılarımız. Amin. İnşallah sizdən razı olsun Hacı. Allah təbibizə bərəkət versin. Nə gözəl vurğulamısınız ki, dünya gəldi gedərdi, əsas olan Allahın vəcihidir. Aləm zaten ona görə yaranıb. Bir də məşhur klassiklərdən birinin bir təmsili vardır. O qəvvas suyun dibinə ki gedir, onun müəyyən bir hava balonunda hava ehtiyatı olur. Gedir okeanın dibindən cəvahirat toplasın, qayıtsın, gəlsin. Oradakı gözəllikləri görəndə yadından çıxır, mən niyə gəlmişəm bura. Və yadından çıxır, baxır o suyun dibində olan gözəl bitkilər, gözəl balıqlar, gözəl heyvanlar. Onun fikrini özünə qatır, artıq bu adam unudur ki, mənim hava ehtiyat balonumdakı hava azdır. Və sonra orada başlayır bir zamandan sonra havası tükənməyə. Hava tükənən kimi bu fərqinə varır. Bu Seyyid Əzim də deyirdi ki, səyyad-ı əcəl gəlsə məcal eləmək olmaz. Həqiqətən də bir də ayılır, görür suyun dibindəki hava tükənib. Onun dilindən şair deyir ki, əfsus ki, ömrü pey əğyar dəvidim, əz yar bemandim, bə məqsəd nərəsidir, nə gözəl deyir. Təəssüflər olsun ki, bir ömür əğyarın dalıca qaçdıq. Bir yar var, bir də əğyar var. Yar Allahdır. Əğyar Allahdan qeyriləridir. Biz Allaha itaət eləmək üçün, Allaha sevgi bəsləmək üçün yaradılmışdıq. Ona tərəf addımlamaq üçün gəlmişdik. Amma Allahdan başqalarının dalıca düşdük. Onun dilindən deyir, orada gözəlliklər məni Allahdır. Sərmayə zəkəf rəft. Bir ömür sərmayəsi Allah bizə vermişdi. Əlimizdən getdi. Ticarətlə nəmudim. Biz heç bir alverd eləyənmədik. Bu ömrü verib ən azı cənnət almalıydıq. Əleyhissalam buyurur, ey insan, sənin ən ucuz dəyərin cənnətdir. Biz bu ömrü verib ən azı cənnət qazanmalıydıq. Liqaullaha çatmalıydıq, kamil insan olmalıydıq. Bizə məlaik enməliydi, aləm bizim ahəngimizlə rəqs eləməliydi. Bütün məxluqat bizə xidmət eləməliydi. Bu ədiblərdən biri deyir, Hacı deyir ki, mən gül satana təəccüb eləyirəm ki, o gülü satıb onun əvəzində nə alır? Sonra biri şərh edir bu misranı. Misra əfsusi yadındadır. Biri şərh edir ki, o şairin məqsədi güldən insanın ömrüdür. Görəsən o gül olan ömrü. Yəni güldə tez olur, onun əvəzində görəsən onu satıb nə alır? Nə alır? Ən ucuzu deyir cənnətdə Əleyhissalam buyurur da, cənnətdən aşağı özünü satsın, zərər eləmsin. Yuxarısı liqaullahdır. Aləmi eşitməkdir.
ما səmiyim o, bəsirim o, xoşim ba şama naməhrəma ma xamuşim. Adam bunu eşidir ki, aləmdə bütün varlıq yüsəbbihu lillahi ma fis semavati vəl ard. Bütün varlıq Allaha səcdə eləyir, Allaha təsbih deyir, Allahı zikr eləyir. Adam bunu eşidir. Yəni bir məqama gələn insan bunu eşidir. Yəni insan o suyun dibində unudan adam kimi hava balonunda hava tükənir. Artıq deyir ki, heç nə eləyə bilmədim, sərmayəm də əlimdən çıxdı. Nə geri qayıdıb xilas ola bilir, nə də getdiyi cəvahiratı götürə bilir. O gəlmişdi oradan cəvahirat aparsın. İnsan bu dünyaya gəlib buradan aparmalıdır. Və sonra axırda deyir ki, ilahi məni qaytar. Avropa insanlarından birinin xatirələrində oxumuşdum. Bir saytda oxuyurdum, orada çıxmışdı qabağıma. Bir neçə yerdə də danışmışam bunu keçmişdə. Təsəvvür eləyin, bir xanım deyir, bir şəhərdən başqa bir şəhərə uçmaq istəyir uçaqla. Gəlir gün ərzində buna çox zəngilər olur, başı qarışır, zənglərə cavab verə bilməyib filan. Gəlir, keçir kontrol, pasport kontrolu keçir, o neytral zonaya çatır, indi uçağa minəcək. Görür orada bufet var, deyir, oradan bir dənə özüm üçün bir şey alın, yeməyə, peçeniydən, biskvitdən. Gedir, alır, gəlir, görür bir ağsaqqal oturur, bu da oturur onun böyründə. Ağsaqqalın kənarında oturur, ortada da bir yer olur. Oturur orada, sağda ağsaqqal oturur, bu da burada oturur. Sonra deyir, telefonlara cavab verməmişəm, qoy telefonlarıma baxım indi. Baxır, telefona baxanda görür, ağsaqqal o biskvitin ağzını açdı. Yerdə qalmışdı biskvit, ağzını açdı, götürdü ondan bir dənə yedi. Bu baxır ağsaqqala, ağsaqqal buna deyir, buyur, sən də bir dənə ye. Bu da dinmir, götürür bir dənə də bu yeyir, bir dənə də o yeyir, bir dənə bu yeyir, axırda bir dənə qalır. Ağsaqqal baxır buna, götürür o bir dənəni paralayır. Yarısını özü götürür, yarısını da buna verir. Bu yenə dinmir. Sonra elan eləyirlər ki, filan uçaq qalxacaq, minənlər gəlsinlər, minsinlər, tamamlansın. Bunun uçağına miniyi elan eləyirlər. Xanım durub gedəndə bu ağsaqqala deyir ki, mən gedirəm, deyir, yaxşı yol, xeyirli uçuşlar, uğurlar. Deyir, mənə heç bir sözün yoxdur, deyir, yox, yaxşı yolda. Deyir, yox, sən nə cür adamsan, nə qədir bilməz adamsan, sən mənim biskvitimi açdın orada yedin, axırda da gəda payı kimi elə bir qədaya pay verirsən, parasını kəsdin, verdin mənə. İndi deyirəm, gedirəm, bir denən, məsələn, razılıq verim, filan eləyim. Deyir, hə, nə gedirsən, yaxşı yol, sənə nuş olsun. Bu adam təəccüblənir, biraz bağırır onun üstünə, çıxır, gedir. Gedir, oturur uçağa, elan eləyirlər, kəmərlərinizi bağlayın, filan. Kəmərləri bağlayır, sonra eynəyimi çıxartdım deyir, telefonu da söndürdüm, qoyum çantama, çantanı açdım, gördüm mənim biskvitim çantamdadır. Allahu Ekber. Başa düşdüm ki, mən səhv eləmişəm, mən çaşmışam, fikrim qarışıq olub, biskviti alıb öz çantama qoymuşam, oradakı onun imiş. Dedim, stüardiyasanı çağırdım, dedim, mənə 5 dəqiqə zaman verin. Mən qayıdım, orada bir nəfər var, ona bir kəlmə deyim, mənə bağışla. Mən ona çox hörmətsizlik elədim, üsyan elədim ona qarşı. Bir dənə ona deyim, mən bağışda gəlim. Deyir, yox, burada işi olan adamlar var, görüş vaxtı olanlar var, qabaqcadan təyin olunub, uçaq sənə görə bir adamı saxlayan deyir, bu gedir. Mən bunu oxuyanda insanın həyatı yadıma düşdü. İnsanın ömrü və insanın ölümdən sonraki həyatı ki, Quran buyurur. Onlar deyirlər, ilahi bir dənə bizi qaytar, Rəbbirciuni, ilahi bizə bir dənə möhlət ver, qayıdaq. Bir möhlət ver, biz qayıdaq, bir dənə orada sənə deyək ki, ilahi, bağışda, biz bilmədik, hər nə sənin idi, sən verirdin, sən bizə verirdin, bir gün gecikəndə biz üsyan eləyirdik, deyirdik ki, niyə mənim malımın başına gəlsin bu? Sən bizə kömək eləyirdin, bizim pulumuz olurdu, biraz pulumuz gec olanda, biraz pulumuz kimdəsə qalanda, deyirdik ki, sən elədin. Sən bizə verirdin, bizim evimiz balaca olurdu, bir böyük ev görəndə deyirdik ki, ilahi, mənə niyaz vermisən. Sən bizə övlad verirdin, biraz soyuqlayırdı, xəstələnirdi, deyirdik ki, nə oldu elə, mənim uşağım soyuqladı. Elə bilirdik, hər nə bizimdir, başa düşmürdük ki, sənindir. Bilmirdik ki, bizimdir, elə bilmirdik ki, sən bu biskviti bizə verirsən, sən bu ruzini bizə verirsən. Hələ elə bilirdik, bizimdir, üsyan eləyirdik. İlahi, bizi qaytar, deyir, sizə bir ömür fürsət vermişdim. Bir ömür sizə fürsət vermişdim. Deyir, yaxşı əməl sahibləri istəyərlər hətta qayıtsınlar. Baxa, pis əməl sahibləri ki, öz yerində, onlar qorxularından, cəhənnəmin əzabının
ölümdən sonrakı həyatın acılığını görsələr, deyərlər Rəbbirciuni. Amma yaxşı əməl sahibləri də istəyər desin. Deməzlər. Niyə? Çünki onlar da istəyərlər daha gəlsinlər, yaxşı əməllər aparsınlar. Deməzlər. Niyə? Ölüm anının qorxu ağırlığına görə. Deyirlər, insan üçün ölüm anı çox ağır olur. Xüsusilə insanın bu nəfəsi tərqüvələrə, körpü sümüklərə yetişən vaxtı, ruh ki ayaqdan başlayar, gələr axırda başdan tərk eləyər insan bədənin. O gəlib ruh tərqüvələrə, körpü sümüklərə çatanda insan üçün dözülməz olar. O an həqiqətən səbr cəhətdən, dözüm cəhətdən insan üçün ağır olar. Hədislərdə belə keçir. Hər adam həyatında bunu bir dəfə, hər insan həyatında bir dəfə bunu təcrübə eləyir, bir dəfə yaşayır. Bizə deyilir ki, Əhl-i-Beyt həmin vaxt insanın əlindən tutur. Həmin vaxt Əhl-i-Beyt insana görünür və insan üçün rahatlıq olur. Bu yaxınlarda atam deyirdi mənə, Allah valideynləri qorusun inşallah. Amin. Dünyasını dəyişən valideynləri də Allah rəhmət eləsin. Deyirdi ki, şəhidlər barədə də danışarsan, sifariş eləyirdi. İnşallah dedim bir veriliş biz həsr eləyəcəyik şəhidlər Allahın izni ilə. İndi burada yadıma düşdü bir söz demək istəyirəm şəhidin məqamı barədə. Deyirlər şəhidlər amma ölümün ağırlığını hiss eləməzdir. Əshabul Yamin Quran buyurur o sağ tərəf səhabələri. Onlar ölüm onlar üçün 3 halda gələr. Ravhun və rayhanun və cənnətun na'im. 3 mərtəbə olar. Birinci ilahi bir nəsim əsər. Ravh. İlahi bir nəsim. O biz keçən verilişdə ki, ruhla rihi bir-birinin rauh nəsim deməkdir. Rauh əsər, nəfəhat, bir ilahi nəsim gələr, Allah tərəfindən gələr və ondan sonra reyhanun. İkinci mərtəbədə bu ehtizar halında can verən adam üçün aləm gözündə gülüstana çevirilər. Və cənnətü nəim və nemətlərlə dolu cənnətə daxil olar. Həmən rütbi təqəddüm var burada. Yəni insan üçün nəsim əsər heç ölümü hiss eləməz. Necə gəldi? Görər gülüstan görürəm, bir də deyirlər daxil ol cənnətə. Yəni bərzəxin cənnətinə təbiidir. İndi bu ölümlə insanın bu dünyası ilə qiyamət arasında bir aləm var. Ora bərzəx deyirlər. Yəni indi bu gün və qiyamətə qədər, yəni Adəmdən qiyamətə qədər dünyasını dəyişən bütün adamlar cənnət və cəhənnəmə gedirlər. Amma o qiyamətdən sonraki əbədi cənnət və cəhənnəm deyil. O bərzəx aləminin cənnət və cəhənnəmidir. Qiyamətə qədər cənnət saxlanılacaq. Orada bir cəhənnəm var, bir cənnət var. Və bunlara deyilir ki, daxil olun cənnətə, yəni bərzəx aləminin cənnətinə. O deyir Həbibi Nəccar ki, peyğəmbərləri öldürürdülər, gəldi etiraz elədi, onu da öldürdülər. Yasin surəsindədir. Və cəə min əqsəl mədinəti rəculun yəs'a. Quran buyurur ki, biz ora o kəndə peyğəmbərlər göndərdik. Sonra orada onları öldürdülər. Fəəzzəznahu bisalis. İkincini göndərdik, öldürdülər. Üçüncünü köməyə göndərdik, gücləndirmək üçün göndərdik, onu da öldürdülər. Sonra buyurur və cəə min əqsəl mədinə. Şəhərin yaxınlığından, Mədinə şəhər deməkdir, qəriyə kətdir. Eyni yerdən söz gedir ha. Amma bir yerdə ki peyğəmbərləri öldürürlər, ora kənd adı verir. Bir yerdə ki peyğəmbərlərə kömək gəlir, ora şəhər adı verir. Quran məntiqində kənd və şəhər anlayışı zavodlarla, fabriklərlə, əhalinin çoxluğu ilə ölçülmür. İlahi və mənəvi məqamlarla ölçülür. İlahi mənəvi məqamlar olan yer xırda yerdə olsa, ora şəhərdir Quran məntiqində. İlahi ərzişlərin və dəyərlərin tapdalandığı yer nə qədər böyük olsa da ora kənddir. Deyir ki, o ki Həbibi Nəccar gəldi, Cəə min əqsəl Mədinə şəhər ətrafından gəldi. Dedi ki, nə istəyirsiniz bunlardan? Bunlar ki, sizi haqqa tərəf dəvət edirlər. Onu da öldürdülər. Və qilə duxulil cənnə. Quran buyurur ki, nə gözəl keçid eləyir orada Quran. Ona deyildi daxil ol cənnətə. O nə dedi? Fəyaləyətə qavmi yələmun. Ey kaş mənim qövmüm bunu bilərdilər. Allah mənə nə verdi, nə mükafat verdi. Artıq orada heç bir ağırlıq hissi yoxdur. Ölümün ağırlığını hiss eləmir. İlahi insanlar, xüsusilə olar ki, Allah yolunda can verirlər, şəhidlər, Allah bütün şəhidlərimizi rəhmət eləsin inşallah. Bütün şəhidlərimiz və ilahi şəxsiyyətlər, o adamlar ki, Allaha görə yaşayıblar, o adamlar dünyasını dəyişəndə o ağırlıqları hiss eləməzlər. Onların keçidi ölümdən sonraki həyata rahat olar. Ravhun və rayhanun və cənnətü nəim. Billahi nəsim əsər, aləm gözlərində gülüstana çevirilər və həmən nemətlərlə dolu cənnətə daxil olarlar. Allah təbarək və təala onları nemətləndirər. Hacı bu da təsadüfü deyil ki, bir ayədə buyurur kullu nəfsin zaiqətul maut.
Orada zaiqədən söhbət gedir, ölümü dadacaq bütün nəfslər. Bəli. Yəni fərqli Fərqli, demir fərqli. Allah bütün nəfslər öləcək. Ölümü görəcək, demir. Öləcək. Hə, deyir ki, dadacaq. Nə gözəl vurğulayır. Yəni dadmaq insanların hərəsi öz o dadmaq qabiliyyətini hara qədər qaldırıbsa o qədər olacaq. Yəni mənəvi insanlar ölümü rahatlıqla dərk eləyəcəklər. Ölüm sərhəddindən bir poldur da, qəntərədir. Kamillik üçün keçmək lazımdır. Onu Əli ibn Əbi Talib əleyhissalamdan da var da keçir. İnsan o bir qəntərədir ki, insan onu keçməlidir. Kamala qovuşmaq üçün insan ölüm körpüsündən keçməlidir. Amma o ölüm körpüsündən rahat keçməyin yolu da budur. Dünya bağlantılarını insan azaldacaq, üqba bağlantılarını çoxaldacaq. Mən sizin o bir misradan bu yola çıxmışam Allahın izni ilə. Orada bir misrada sizdə keçirdidir. Bax, çeşmə bəsirətlə könül əhli qubura, ta ki görəsən şahı gəda gəldi gedərdi. Nə gözəl bəyan eləmisiniz. Baba Tahirdən belə bir gözəl beyt var. Der be qubristan gözər kərdəm səbahi. شنیدم ناله و فریاد و آهی شنیدم کله‌ای با خاک می گفت که این دنیا نمی ارزد به کاهی. Deyir bir gün qəbristanlığın yanından keçirdim. Gördüm orada bir ah nalə gəlir. Sizin o bir beytdə var idi orada keçirdi ki, ahı hələ belə bilmə. Bəli, məzlumun ahı. Ahı damangirdir. Ah məzlum ahı damangirdir. İnsanı tutar. O ah insanı tutar. İmam Səccad əleyhissalam buyurur ki, qorx o şəxsin ahından ki, onun Allahdan başqa pənahı yoxdur. O şəxsin ahından, naləsindən qorx. Qorx o kəsə zülm eləməkdən ki, onun Allahdan başqa sığınacağı yeri yoxdur. İnsan nə gözəl olar bunu başa düşsün ki, aləm hamısı Allahın iradəsinin və ixtiyarının altındadır. Vallahi insan bunu başa düşəndən sonra an hər nə rahatlıq onun vücudunda olur. Təsəvvür edin İmam Hüseyn əleyhissalamın halatına baxın. O boyda ağırlıqlar, müsibətlər İmam Hüseyn əleyhissalamın başına gəlir. Amma ağa bir dənə söz buyurur. Deyir, ilahi, mənə bunlar qəbul edicidir, xoşdur. Çünki bunlar sənin gözünün önündə baş verir. Allahı hazır görür. İnsan sadəcə bu Allah aləmdə Allahı hazır görsə bütün məsələlər həll olur. Artıq orada insan düşünmür ki, bu mənə niyə belə elədi? Görür Allahın qarşısında olur. Allah görür bunu. Allah bunu görür. Allah hər nə Allahın hite-i qüdrətindədir. O deyir, biri dedi ki, günah eləmək istəyirsən, məsumlardan biri buyurur, Peyğəmbər hədisini nəql eləyir. Günah eləmək istəyirsən, elə. Amma Allahın hite-i qüdrətində eləmə. Vilayətindən xaric. Allahın mülkündən kənara çıx, nə qədər istəyirsən günah elə. Gör, çıxa bilirsən, Kumel duasında Həzrət buyurur ki, və la yumkinul firaru min hukumətik. Sənin hakimiyyətindən heç yerə çıxmaq mümkün deyil. Bir günah edirsən bir ölkədə, başqa ölkənin qanunları bu ölkənin qanunlarından ayrıdır. Burada günah sayılan, cinayət sayılan, orada cinayət sayılmaya bilər. Bir nəfər burada istəmir yaşamaq, köçür başqa yerdə yaşayır. Orada istəmir, başqa yerdə yaşayır. Ölkələrin qanunları fərqlidir də. Amma Allahın hakimiyyəti hər yerdə var, bir ölkədə deyil. Bütün hər yeri Allahın hakimiyyətinin altındadır. Ona görə Həzrət ərz edir ki, və la yumkinul firaru min hukumətik. Sənin hakimiyyətindən kənara çıxmaq olmaz. Harda günah eləyəcəm ki, sən orada yoxsan? Bir ustad deyir, tələbələrindən biri namusundan çox istəyirdi. Ona dedi ki, hələ etiraz edirdilər ustada. Deyirdilər ki, sən niyə onu bizdən çox istəyirsən? Ona məhəl qoyursan. Deyirdi, bir gün cavab verərəm. Zaman keçdi. Usta şagirdlərinə dedi ki, hərəviz mənə bir dənə toyuq kəsərsiz, gətirərsiniz. Amma elə eləyərsiniz ki, onu heç kim görməsin. Heç kim görməsin. Səhər olur, hamısı bir dənə toyuq kəsirlər, gətirirlər. Görür, bu şagird gətirməyib. Deyir, sən niyə gətirməmsən? Deyir, ustad, mən elə bir yer tapmadım ki, məni heç kim görməsin. Hara getdim, gördüm Allah hazırdır və nazirdir. Allah hazırdır və məni görür. Ustad şagirdlərinə deyir, gördünüz mən niyə daha çox buna ehtimam göstərirdim, məhəl qoyurdum. Çünki bu ona layiq idi. Çünki buna bəzi qapılar açılmışdı. Və bu bilirdi ki, Allah hər yerdə görür. İnsan bunu başa düşsə, deyir, gördüm bir kəllə, şenidəm kəlləyi ba xak mi gofd. Eşitdim bir çürümüş kəllə torpağa belə deyirdi ki, in dünya nəmi ərzət və kahi. Bu dünya dəyməz bir saman çöpünə belə. O gün gördüm bir nəfər oxuyurdu. Həzrəti Məhdi salamullah əleyh barəsində oxuyurdu. Surud idi və onu bir nəfər dahiyanə bir fikir bildirib orada yazıb bir əsər xəlq eləyib.
deyir ki, beduriz evladı Zəhra nə yərzəd ki, dünya be xusran uqba nə yərzəd. Dəyməz dünyaya xatir axirəti yandırmağa. Dəyməz bu dünyada xanım Zəhranın balalarından uzaq yaşamağa dəyməz. İnsanı Allah kamilləşmək üçün yaradıb. Allah insanı yaradıb Həzrəti Höccət əleyhissalamın civarında olsun. Çox dəhşət hadisələr, məsələn, deyirlər İmam Zamanın 313 dənə əskəri olacaq. İnsanlar o 313 nəfərə düşmək üçün çalışır. Yaxud deyirlər İmam Zamanın 10.000 dənə əskəri var, 10.000 nəfər var, onlar zamanda olurlar. Ümumi əskərlərdən söz gedir və onlar bir-birini görəndə tanıyırlar filan, onlar haqqında müxtəlif hədislər var. Adam var, məsələn, çalışır, deyir, mən o 10.000 nəfərin içinə düşə bilim, Həzrətin dostlarından olub. Adam var, deyir, mən 313 nəfərə çalışım, onların içinə düşüm, onlardan biri ola bilim. Bir də deyirlər, hər zamanda Həzrət Məhdinin 30 dənə dostu var. Bu 30 nəfər heç vaxt onun yanından kənar olmurlar, hədisdə var. Bu 30 nəfərin ömrü Məhdinin ömrü qədər deyir, salamullah əleyh. Yəni belə deyil ki, bu adamlar Həzrət Məhdi əgər 1000 illik yaşayırsa, bunlar da 1000 illik yaşayırlar. Bunlar xüsusi insan ömrünü yaşayırlar. 70 il, 80 il, 100 il, 50 il. Amma ağanın yanında Amma olurlar. ağanın yanındadılar. Sayları da azalmır. Məsələn, 30 nəfərdir, biri dünyasını dəyişəndə yeni müasir zamandan bir nəfər qoşulur ora. Bu 30 nəfər heç vaxtı sayı azalmır. Həmişə ağanın yanındadılar. Bir dənə bu Səfəvilərin, Qacarilərin hakimiyyət elədiyi yerdə ki, Səfəvilər bir zaman köçürmüşdülər hakimiyyəti İsfahana. Orada məscid var İsfahanda. O zaman Qacar dövründə tikilib. Məscidi Seyyid deyirlər ora. Seyyid məscidi. Seyyid böyük alimlərdən Seyyid Muhammed Baqir idi. Böyük şəxsiyyət idi. Biz verilişlərimizin birində o haqqda danışmışıq. Seyyid Muhammed Baqir böyük alim idi. Qacar zamanında yaşayırdı. Bir 200 il zad bundan qabağın hadisələrindəndir. Seyyid Muhammed Baqir bir alim idi, dedim, o yeməyin Allahın heyvanına vermişdi, sonra varrandı, həmən o şəxsdir. Onun xatirələrində nəql eləyirlər. Bu bir gün karvanla Məkkə ziyarətinə gedir. İsfahan əhli bunu tanıyırdılar, bu böyük şəxsiyyət idi və yol bilən idi, həmişə gedirdi, ziyarətə gəlirdi. Bütün kimin nəyi var idisə, bunun da dəvəsində, miniyində bir dənə sandıq var idi. Cəvahiratları, pulları cəmaət hamısı yığdılar, qoydular bu sandığa. Dedilər, səndə qalsın. Biz çatanda, Məkkədə qaldığımız vaxtı sən bizə pullarımızdan verərsən, xərcləyərik. Yol boyu da sən xərcləyirsən, zaten bu karvanın məxaricini sən ödəyirsən. Bunlar gəldilər, adətən belə idi, ziyarət eləyərdilər. Bunlar gəldilər, ziyarət elədilər. Məsələn, Xorasanı ziyarət eləyirdilər, oradan yola düşürdülər, gedirdilər Kərbəlayı Müəlla, Nəcəf, oradan gedirdilər Həccə, Beytullahı ziyarət eləsinə. Bunlar Kərbəlada idilər. Seyyid Muhammed Baqirin yadına düşdü, dedi, bir gedim, uzun müddətli yoldayıq biz, neçə aydır. Mən gedim bir baxım, görüm elə bu sandıq necədir, yerindədir, bu yüklər boşalmışdı, gəldi, gördü sandığın kilidi ki var idi, kilid qırılıb. Açdı, gördü, heç nə yoxdur içində. Hər nə yaparlar. Heç kimə heç nə bildirmədi. Narahat oldu, alimdir, dedi. Mən nə cavab verəcəm? İnsanlar hərə bir söz danışar. Hələ hərə bir söz danışar, heç abrım gedər, heç. Bəs mən neyniyərəm? Bunların yeməyi var, içməyi var, böyük bir karvandır. Mən bunları ziyarət Səfər arzusu hesab olunur. Bəli, heç nə qalmayıb. Mən neyniyəcəm? Düz üst tutur Məscid-i Səhliyə, ən yaxın Məscid Səhliymiş o hadisə vaxtı. Gedir ora, oturur orada, başlayır təvəssül eləməyə. Deyir, əmmən yücibul muztərrə izə dəəvəs. Kimdir o şəxs ki, hər yerdən əli üzülənin əlindən tutur? Bu müztər halı ariflərin nəzərində ən bəyənilmiş haldır. Çünki müztər halına insan düşdü, o halda Allah onu eşidir. O halda Həzrəti Höccət onun əlini tutur. Zaman-zaman ariflər o müztər halı üçün çalışıblar. Hətta bəzən bəlaya tuş gəliblər. Bəla onlara müztərlik gətirib. Bəlaya tuş gəliblər, çətinlik olub da, bəla pisdir. Heç kim bəla istəməməlidir özünə. Bəla pisdir. Düzdür, Allah dostları üçün nemət sayılır filan. Amma bəzi adamlar dururlar, deyirlər, bəla Allah dostları üçün nemətdir. Bəla yaxşıdır, bəla göndər. Bu düz sözdür. Bəlanı sən istəməməlisən. Ona layiq olmaq lazımdır. Bəla bəzən Allahın nemətidir, Allah dostlarına verir. Sən deməyə, mən də Allah dostuyam sənə. Allah sənə elə bəla verər, dözə bilməzsən.
Sən onu deməməlisən. O məqamdır, insan yüksəlir. Məsələn, İbrahim əla nəbiyinə və əleyhissalam İmam Baqir əleyhissalamın hədisidir. Allah İbrahimə dedi, oğluvu qurban kəsərsən Minada. İbrahim əla nəbiyinə və əleyhissalam uşağı gətirdi, kəsə bilmədi. Məşhur hadisədir. İsmaili zibh eləmək istədi, olmadı. Bıçaq dedi ki, əl-xəlilu yəmuruni vəl-cəlilu yənhani. Xəlil Allahın dostu, mənə əmr eləyir. Allah özü məni çəkindirir bu işdən, kəsə bilmədi. İbrahim orada dönür Allaha bir söz deyir. Deyir, ilahi, niyə icazə vermədin? Mən bunu eləyim. Dedi, atanın öz övladın Allaha xatir fəda eləməsi, Allah yolunda fəda eləməsi müsibətlərin ən böyüyüdür. Öz əli ilə fəda eləməsi. Rəva bilmədin bunu sənə. Dedim, niyə də rəva bilmədin? Bu imtahanı mənə niyə rəva bilmədin? Dedim, mənim üçün ən əziz kimdir? Dedi, axırı zaman Peyğəmbər. Ən kamili də odur, ən əzizi də odur. Dedi, onun üçün də əziz 2 nəvəsi var, Həsəneyn var. Bəlaların ən böyüyün, ən sevdiyim Peyğəmbərin ən əziz nəvəsi üçün saxlamışam. İmtahanların ən böyüyün onun üçün saxlamışam. İmam Baqir hədisidir. Bəlanın ən böyük, müsibətin ən böyüyü bəşərin ən fəzilətlisinin, ən sevimlisinə nəsib oldu. O öz oğlunu göndərdi. Ona görə deyir, zəhubə piri muğanəm be mən xordə məgir çüntu vədə dadiyi u becay avurd. Mən piri muğanı çox sevirəmsə məndən bunu səhv tutma. Niyə? Çünki sən vədə vermişdin, o yerinə yetirdi. Soruşurlar, deyirlər, bu nəyə aiddir bir arifdən? Hafiz burada nə demək istəyir? Deyir ki, muridi piri muğanəm, zəmən xordə məgir. Deyir, mən piri muğanın muridiyəmsə, məndən bunu səhv tutma. Niyə? Çünki deyir, sən vədə vermisənsə, o yerinə yetirib, sənin vədəvi o doldurdu, o yerinə yetirdi. Bir arifdən soruşdular, burada məqsəd nədir? Dedi, məqsəd budur ki, Adəm əleyhissalam Allaha vədə vermişdi ki, buğdadan yeməyəcəm, yedi. Amma Əli ibn Əbi Talib onun vədəsini yerinə yetirdi. Hafiz burada demək istəyir ki, əgər mən Əlini çox istəyirəmsə, ey şeyx, ey Adəm, bunu məndən səhv tutma, mən ona müridəmsə, bunu məndən səhv tutma. Niyə? Çünki sən vədə vermişdin, o yerinə yetirdi. Belə təfsir elədi. Sonra dünyasını dəyişəndən sonra Arif gəldi, bu sual soruşan adamın yuxusuna girdi. Dedi, mən onu düz deməmişdim sənə. Orada şeyxdən məqsəd Həzrəti İbrahimdir. Piri muğandan məqsəd də İmam Hüseyndir. Mən Hafiz belə deyir orada. Deyir ki, əgər ey İbrahim, əgər mən Hüseynə müridəmsə, bunu məndən səhv tutma. Mənim ona iradətim varsa, bunu məndən nöqsan tutma, xorda tutma bunu məndən. Niyə? Çünki sən vədə verdin İsmaili aparıb qurbanlıq eləyəsən, eləyənmədin. Hüseyn balasını gətirdi, qətligahda qurban elədi. Deyir, bu işarə oradır. Yəni, İbrahim əla nəbiyina və əleyhissalama Allah dedi ki, bəlaların ən böyüyün, ən əzizimin, ən sevimlisi üçün saxlamışam, müsibətlərin ən böyüyünü o üçün saxlamışam. Deməli, siz təsəvvür edin, biz Allaha deməməliyik, mənə bəla Allah dostları içində. Adam özünə bəla istəməz. O bir məqamdır. O məqamı da Allah yetişdirdi. Onu o imtahandan da, o bağlantılardan da qopartdı. Oradan da keçdi. Özünə məxsus bir bəlası var. Özünə məxsus bir imtahanı var, bir bəlası var. Sözüm buradadır ki, insan o bəlalardan düz başı uca keçməyi bacarmalıdır. İnsan o bəlalardan düz getməyi bacarmalıdır, üzü ağ çıxmağı bacarmalıdır. Necə ki, İmam Hüseyn əleyhissalam bəlalardan üzü ağ çıxdı. Və Allaha dedi ki, ilahi, bunlar sənin qarşında, sənin gözünün qabağında bunlar hamısı baş verirsə, onda xoş mənim halıma ki, bunlar sənin gözünün qabağında baş verir. İnsan da biri ilə rəftarda da bunları düşünmək lazımdır. O müzdər halı ki var, insana baş verir, o ən çətin və ən ağır haldır. İnsan ki, o hala düşür, o halda Allahdan nə istəyir, Allah onun əlindən tutur. Müzdər budur ki, insanın bəlalar nəticəsində, çətinliklər nəticəsində insan çıxılmaz bir yola girir. Qəm halında. Qəm halıdır, bir qüssə halıdır, bir çətin haldır. Artıq insan düşünür ki, mənim heç bir yerdən köməyim yoxdur. Hər yerdən əli üzülür. Orada bir dənə bu sözü deyir, bu ayəndir. Bizə deyilir, o hala ki düşdünüz. Sözün əsl mənasında əlacsız. Əlacsız hala düşdünüz. O halda ki, hər yerdən ümidiniz kəsildi. Bu ayəni deyin ki, əmməl yüzibulumuz tərrə. Kimdir o əlacsızların əlacı olan, onların əlindən tutan, onların qəmin qüssəsini aradan aparan, onları yaxşılığa tərəf yönəldən, bəladan qutarıb feraha çıxardan kimdir? Bu deyir, adam, Seyyid Muhammed Baqir Şəfti deyir, mən getdim. Getdim Məscid-i Səhlədə bunu dedim, oxudum.
oxuyandan sonra bir də gördüm Həzrət Höccət əleyhissalam hazır oldu qarşımda. Hazır oldu, deyir mən dedi denən Seyyid, nədir dərdin? Bu da böyük fəzilətli şəxsiyyətdir. Deyir dedim ki, ağa belədir də bilirsiniz də. Mənə etibar eləmişdilər. Mən zamanın alimiyəm, etibar eləmişdilər. Abrım gedər. Abrım təhlükədədir. Əlimdən tut. Mən nə edeyim? Deyir belə dedim. Hələ belə danışırdım. Dedi hələ budur dərdin. Dedim hə. Deyir belə döndü sol tərəfinə çağırdı. Dedi Məhəmməd Hüseyn. Məhəmməd Hüseyn. Məhəmməd Hüseyn 3 dəfə deyir çağırdı. Bir də gördüm deyir bizim bazarda, İsfahan bazarında bir nəfər adam var idi. Yük daşıyardı insanların, məsələn alverçilərin, dükan sahiblərinin yükün araba ilə daşıyardı. Həmmallıq eləyirdi. Deyir bir də gördüm budur və məşhur idi. Biz buna halu deyərdik. Məşhur olmuşdu əvvəldən halu kimi. Deyir gördüm bu halu gəldi. Adı Məhəmməd Hüseyndir. Deyir gördüm orada bilmirdim bunun adı Məhəmməd Hüseyndir. Bazardan bunun halu kimi məşhur idi. Hamısı buna halu deyərdilər. Biraz da kiçildirmək mənasındadır halu. Deyir gördüm bu gəldi. Dedi ki Mirzə Məhəmməd Hüseyn İmam Zaman ona buyurdu. Seyyid Məhəmməd Baqirin müşküllərini həll elə. Müşküllərini həll elə və ağa getdi deyir. Mən diqqətim qalıb bunda. Deyir o mənə dedi ki gedək bu məsələlər həll olar. Gəldi deyir mənim qaldığım yerə. Mənim qaldığım yerdə məni qoydu özü getdi. Birazdan sonra deyir gördüm gətirib qucağında kisələrin içində qızıl pullar, gümüş pullar, bu cəmaatın pulları qoydu mənim qabağıma. Dedi ki Seyyid bunlardır. Seyyid də məşhur idi Höccətülislam ləqəbi ilə. Seyyid Məhəmməd Baqir Şəfdiyə Höccətülislam deyirdilər. Dedi bunlardır sənin itirdiklərin, oğurlatdıqların. Dedim bəli. Qoydu mənim yanıma getmək istədi, tutdum onu. Dedim dayan. Ona dedim. Getmə. Sən mənə denən görüm sən kimsən. Deyir dedi gördün də mən kiməm də. Dedim yox, sən mənə denəni danış. Bu nədir? Səni niyə çağırdı? Niyə səni çağırdı? Deyir mənə dedi ki, sən ki cəmiyyətə danışırsan ha, Həzrəti Məhdinin 30 dənə dostu var. Cəmiyyətdə sənə qulaq asırlar ha. Mən özüm də oturub sənə qulaq asıram. Onlardan biri mənəm. 30 nəfərin biri mənəm. Deyir ağladım. Dedim necə yəni 30 nəfərin biri. Mən cəmaata danışıram, sən 30 nəfərin birisən. Ağladım. Deyir mənə dedi ki söz ver mənə. Nə qədər mən diriyəm bu sözləri heç kimə danışmayacaqsan. Deyir dedim bir dənə də şərtim var. Sən məni bir də ağanın yanına apararsan. Dedi bir də Ərəfədən bir gün qabaq apararam səni. Ərəfatda apararam səni ağanın yanına. Orada da deyir məni apardı, gəldi, həcc ziyarətinə çatdıq, apardı ağanın xeyməsinin yanına salam verdim ona deyir. Sonra deyir gəldik, indi həcdən qayıdırıq. Gördüm cəmaat gəlir mənə dəyməyə gəlirlər, sel gəlir, cəmaat gedirlər. Bir də gördüm deyir bu da gəlir. Halu gəlir cəmaatın içində. Gəldi deyir, görüşdüm bu ilə oturdum deyir, oturmuşdum, gəldi, durdum ayağa, duranda deyir, məni sıxdı əlimdən. Dedi ki, mən həmun halu həstəm, tuam həmun Höccətülislam. Mən həmən haluyam, sən də həmən Höccətülislamsan, söz vermisən mənə. Cəmiyyətin içində mənə necə rəftar eləyirdinsə, qabaq elə rəftar eləyəcəksən. Sonra deyir, neçə vaxtdan sonra mənə dedi, filan günü mən dünyadan gedəcəm, gələrsən. Mənim dəfnimi, kəfnimi sən eləyərsən, cənazə namazımı qılarsan. Gəldim deyir, cənazə namazını qıldım, kəfnin, dəfnini elədim. Qəbri də indi İsfahandadır, orada qəbrin üstünə də yazıblar Mirzə Məhəmməd Hüseyn Keşikçi, məruf bihalu. Mirzə Məhəmməd Hüseyn Keşikçi idi. Demək, təsəvvür edin. Qəbri şərif də İsfahandadır. İsfahandadır, var hələ, indi də bir dənə balaca para getmişik qəbrin kənarına, balaca bir İndi düzəldirlər. Deyəsən bəlkə də düzəldiblər. Biz gedən vaxt orada bir daş var idi. Balaca daş idi. Daşın üstünə yazılmışdı. Mirzə Məhəmməd Hüseyn Keşikçinin qəbridir. Bu halu adında məşhurdur. Təsəvvür eləyin, bu adam Həzrət Höccətinin 30 nəfər dostlarından biri idi. Bizə görə nə boyda məqam verilib ki, biz bu dünyadan qırılmaq nəticəsində xüsusilə bu gecələrdə, bu Ramazan ayında biz Həzrət Höccət əleyhissalam ki, aləm ona enir, biz də ona enə bilək. Aləm ona tənəzzül eləyir də, aləm ona yuxarıdan enir. Aşağıdakılar yuxarı qalxırlar, üstdəkilər ilahi aləmdə olanlar enirlər.
enirlər ki, Huzuruna, onun huzuruna, məhzərinə. onun məhzərinə yetişsinlər. Biz bu gecələrdə, bu günlərdə çalışaq özümüzü Amin. Həzrət Höccət əleyhissalama yaxın verək, ona nisbət verə bilək. Halu deyir ki, dedim ona, bəs niyə 3 dəfə ağa səni çağırdı? Dedi ki, o ağa birinci sədasını eşitdim. Birinci səsində yola çıxdım. O teyyülərz müddəti ilə çəkdi. O 3 dəfə ardıcıl məni çağırdı ki, təkidlə istədi mənə bildirsin ki, tez ol, burada bir nəfər müztər halında qalıb. Gör bu nə boyda sözdür. Əgər insan müztər halında olsa bilməlidir bizim sahibimiz var. Biz başsız deyilik, bizim sahibimiz var. Böyük alimlərdən biri, Allah rəhmət eləsin, bizim böyük alimlərimizdəndir Ayətullah İsfahani. Elə yenə getdik o məntəqə tərəfə. Əbul Həsən İsfahani. Əbul Həsən İsfahani böyük alimlərdəndir. Məşhurdur, çox məşhur alimlərdəndir. Onun bir xatirələrində var. Mən təzə tələbə idim, valideynim icazə vermirdi. Bunu mənə böyük müştəhidlərdən biri danışıb, alimlərdən biri danışıb. Sağdır hələ o alim Əllamə Bəhrul Ulumun nəvəsidir. Böyük Bəhrul Ulum ki var idi, elm dəryası idi. Ona Əhlüsünnə tərəfindən bu ləqəb verilmişdi. Əllamə innəma əntə Bəhrul Ulum. Həqiqətən sən elmlər dəryasısan, Bəhrul Ulumsan. Əhlüsünnə bunu vermişdilər Şiə aliminə, bu məqamı göstərmişdilər. Niyə? Suallara elə cavab verirdi. Böyük şəxsiyyət. Onun nəticələrindən, nəvələrindəndir. Sağdı Seyyid Bəhrul Ulum, böyük şəxsiyyəti, o danışıb bunu. Danışıb deyir, ona da eşidib bir nəfərdən, Şeyx Heydər Əli adında bir nəfərdən, Şeyx Heydər Əli də bunu eşidib İsfahanidən, Ayətullah İsfahanidən, Əbul Həsən İsfahanidən. O buna nəql eləyib. Mən cavan idim, deyir, mən də cavan idim, Şeyx Heydər Əli mənə danışdı. O da deyir, mən də cavan idim, sizin yaşınızda idim, mənə Əbul Həsən İsfahani danışdı bunu. Deyir, mən getmişdim, bir mədrəsədə qalmışdım. O mədrəsədə atam deyirdi, getmə də, orada heç kimsəsizsən, gözlə, biraz böyük falan. Getdim, deyir, qar düşdü, hər tərəfi qar bastı, hamısı çıxdı, getdi yaxında olanlar. Mən qaldım tək. Heç kimim yox, qalmışam mədrəsənin içində tək. Bir də gördüm, deyir, amma aydınlıq idi, qar yağırdı, gecə idi, hava aydınlıq idi. Gördüm, deyir, həyət qapısını döyürlər. Getdim, qapını açdım, deyir, gördüm, atamdır, atla gəlib, qarın içində at, özü sel suyun içində, gəlib bitər çatıb. Deyir, dedi ki, sənə dedim axı, yəsiz qalarsan orada, yiyə duranın olmaz, sahibsiz qalarsan orada. Niyə belə elədin, bə, qulaq asmadın, gəldin bura. İndi qalmısan burada. Hanı bə, sənə yiyə duranlar hamı gedib səni tək qoyub. Gəldim, deyir, oturduq, otağımıza girdik, yenə qapı döyüldü. Getdim, qapını açdım, deyir, gördüm, deyir, Seyyiddir, nurani Seyyiddir. Əlinin içində pullar var idi, deyir. Nuraniyyət əlinin içində görünürdü. Pulları uzatdı mənə, mən də aldım. Deyir, mənə dedi ki, sizin ambarda filan yerdə bir şam var, mədrəsənin ambarında. Onu götürüb yandırarsan, evimizi sabaha qədər həm işıqlandırar, otağımızı həm də isindirər. Burada xüsusi təsir var da, həm də isindirər. Sabahda filan tacir sizə daş kömür gətirəcək mədrəsəyə. Deyir, məndən ayrılanda bir də məni çağırdı, dedi, hə, bir də ağava deyərsən, inqəd neğ nəzəni, beş bequma sahib darim. Atava deyərsən ki, bu qədər deyilməsin, şikayətlənməsin. Ona deyərsən, bizim sahibimiz var. Deyir, mən gəldim, hələ başa düşmürdüm nə olub. Danışdım, olanları danışdım, atam ağladı, mən ağladım. Bildik ki, kimi görmüşdük. İndi mən o vaxt yazmışdım ki, bəzən dərdi tənha xəlvət çəkirsən. Aciz insanlardan minnət çəkirsən. Sən də mənim kimi həsrət çəkirsən. Ağlama ey gözüm, sahibimiz var. Eybi yoxdur, bizim sahibimiz var. Susma, haqqı danış, dayanma dilim. Vuruş nankorlarla yorulma əlim. Düşmən qarşısında bükülmə belim, döz titrəmə dizim, sahibimiz var. Eybi yoxdur, bizim sahibimiz var. Qəmli gül üzümdə ləçək-ləçəkdir. Çəkir intizarının yar gələcəkdir. Surətim qüssədən solğun çiçəkdir. Deyir qəmli üzüm, sahibimiz var. Eybi yoxdur, bizim sahibimiz var. Həsrət pay düşüb bu sevdada mənə. Ondan əziz yoxdur dünyada mənə. Bir gecə dedilər röyada mənə, səbr elə farizim.
sahibimiz Bəh, var. bəh, bəh. Eybi yoxdur, bizim Ay maşallah. sahibimiz var. Allah inşallah bizi Amin. sahibimizə qovuşdursun. Amin. Hacı. Allah İmam Zaman ağamızın zuhurunu təcil eləsin. Amin inşallah. Biz ağanın həqiqi əskərlərindən Allah qərar sizdən versin. razı Hacı, olsun hacı. bu verilişdə apardınız İmam Zaman ağanın qapısına bizi. Amin. Təşəkkür edirik. Çox Allah sağ ol. qorusun, Allah elmimizə bərəkət versin. Allah sizi qorusun. Həqiqətən də bu veriliş mənəviyyat dolu bir veriliş idi. Bir növrəsini siz qoydunuz. Sizin Allah qəzəlinizdən sizdən yola razı olsun. çıxdıq. Allah sizin təbrizə bərəkət Təşəkkür versin edirik inşallah. hacı. Allah sizi qorusun qorusun. sizi. Çox sağ ol. Hacı verilişimizin sonuna gəlib yetdik. Allah köməyiniz olsun. İnşallah gələn verilişlərdə görüşmək ümidi ilə. Allah sizi Salamat salamat. qalın. Çox sağ olun. Tamaşaçılarla da xudahafizləşək. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sonuna yetir. Sağ salamat qalın.